Tutaq ki, belə bir qrafik verilir bizə. Bura verilibdir, tutaq ki, 2-dir, bura -3-dür. Bu düz xəttin tənini necə quracağıq? Birinci bizə nə lazımdır? B-ni təyin elədik. B var. B neçədir? 2. Bu oldu B. Doğrudur. Bu B-dir. B oldu 2. Bəs K-nı necə taparıq? Tangens alfaya görə. Bəli. Buradakı üçbucaqdan, bu üçbucaqdan K-nı taparıq. Tangens alfa nəyə bərabərdir? Nələrin nisbətidir? Qarşı katet bölünsün, bitişik katet. Uzunluq olanda mənfi olaraq baxmırıq. Bura neçədir? 3. Yəni, məsafə olaraq götürürük. Çox da ki, bura -3-ə gəlib düşüb. Bizə bu -3 yox. Bu uzunluq lazımdır. 3-dür. Bura neçədir? 2-dir. Onda nə yazırıq? Tangens alfa nəyə bərabərdir? 2 bölünsün 3. O zaman bu funksiyanın, yəni bu düz xəttin tənini yazsaq nə olacaq? Y bərabərdir. K-nın yerinə bunu yazırıq. Bu K-dır. 3-də 2x üstə gəl. B də buradadır. 2. Oldu?